Salam, kanalıma və videoma hər biriniz xoş gəldiniz. Mən Ruhi. Uzun bir müddət idi yenə yox idim, yoxa çıxmışdım. Yenidən geri döndüm. Olmamamın səbəbi imtahanlar, biraz da şəxsi problemlər idi. Amma hər biri yerinə qoyulacaq. Düzdür, imtahanlarım hələ qarşıdadır. İyun ayı boyunca imtahanlardır. Ilının biri imtahanlarımız bitəcək. Amma çalışacağım ki, bu müddət ərzində heç olmasa videolar çəkib yükləyə bilim. Çünki istək videoları çoxdur. Plus postlarıma da yazırsınız, videoların da altına yazırsınız ki, bu tip videolar çək, bu tip videolar çək. Mütləq şəkildə hər birini çəkib istəklərinizi tamamlayacağım. İkinci kontentimiz, yəni mövzumuz ikinci mərhələ blok imtahanı olacaq. Çünki artıq buraxılış imtahanları bitdi. Blok imtahanının birinci mərhələsi də bitdi. İkinci mərhələyə hazırlıq dövrüdür. Bilmirəm, indi gedəcəksiniz, getməyəcəksiniz. Yəni izləyicilərim hamısı ikinci mərhələyə hazırlıq dövrünə qoşulacaq. Yəni imtahana gedəcək, getməyəcək. Bu haqqda heç bir fikrim yoxdur. Amma sizə o məsləhət görə bilərəm ki, ikinci mərhələyə mütləq şəkildə gedin. Çünki ikinci mərhələnin necə olacağını heç birimiz bilmirik. Bəlkə də su qədər asan suallar düşəcək, bəlkə də ortalama suallar düşəcək. Amma yenə də sizin üçün yaxşıdır. Bir ay müddətdir, bir aya hazırlaşın, gedin ikinci mərhələyə ki, sonradan peşman olmayasınız. Blok imtahanının birinci mərhələsində ortalama suallar düşmüşdü. Düzdür, bizim vaxtımızda dəhşət çətin tipli suallar da var idi. Amma birinci mərhələdə mən o tip sualları görmədim. Çünki həmin sualların hər birinə nəzər yetirmişəm. Düzdür, vaxt alan suallar var idi içlərində, amma yazmaq olardı. Yəni abituriyentlərin %90%-i ortalama yazıb, yaxşı yazıb. Mənim ətrafımda olanlardan söhbət gedir. Ümumi Azərbaycan abituriyentlərindən söhbət getmir. Birinci, dördüncü qrupların hələ sualları çıxmayıb, çünki blok imtahanı hələ olmuyor. Amma ikinci, üçüncü qrupların bütün suallarına baxmışam, tarixə baxmışam, Azərbaycan dilinə, ədəbiyyata. Normal suallar düşüb yəni. İnşallah ki, hər biriniz istədiyiniz nəticəni alarsınız. İnşallah hər birimizin əziyyətlərinə qarşılıqlı olar. Əziyyətimizin qarşılığı gələr. Heç bir şəkildə narahat olmayın. Əgər zəif yazmısınızsa, bir aylıq müddət var qarşınızda. Ən azından 4-5 sual artıra bilərsiniz. Bu gün isə o 4-5 sual necə artıracaq, o haqqda danışacaq. İlk öncə deyim ki, 2025-ci blok imtahanını mən həmin o ildə vermişəm və blok imtahanının birinci mərhələsində 598 bal, ikinci mərhələdə isə 610 bal toplamışam. Düzdür, kəsilmələr oldu. Birinci imtahanda da oldu, birinci blokda da, ikinci blokda da oldu. Həmçinin buraxılış imtahanında da olmuşdu. Yəni mənim 30-a 20-yə yaxın balım kəsilmişdi. Bugünkü gündə peşman oldum ki, bəlkə də 620-630 yaza bilərdim, amma heç bir fərqi olmayacaqdı. Zaten mənim istədiyim ixtisas ingilis dil müəllimliyi idi, Dillər Universiteti. Bu universitetdə bugünkü gündə oxuyuram. Yəni xəyalımda heç bir dəyişiklik olmayacaqdı. Mən 680 də yazsaydım, yeni ingilis dil müəllimi yazacaqdım. Buna görə mənim üçün heç bir fərqi olmadı. Amma istər-istəməz əziyyətlərim yerdə qaldı. Gecə-gündüz çalışırdım, oxuyurdum, əlimdən gələni eləyirdim ki, ən azından xəyallarıma çatım. Çünki uşaqlıqda xəyalım 650+ yazmaq idi. Amma yenə də əsas xəyalım ingilis dil müəllimi üzrə oxumaq idi. O üzrə oxuyuram. Bu mövzu ilə giriş eləməyimin əsas səbəbi də elə budur. İkinci mərhələyə artıq hazırlaşırsınız, ikinci mərhələ blok imtahanına hazırlaşırsınız. Bəlkə istədiyiniz ixtisasın balını toplamışsınız artıq. Bəlkə də istədiyiniz ixtisasın balına 10 bal qalıb, bəlkə 50 bal qalıb, bəlkə 100 bal qalıb. Əlinizdən gələni eləyin. Bir aylıq müddət heç də az bir müddət deyil. Oturun bu gündən başlayın. Doğru dürüst şəkildə sınaqlarla artıq birinci blok imtahanından bilirsiniz ki, nə tip suallar düşə bilər, hansı mövzular düşə bilər və zəif nöqtələrinizi bilirsiniz. Yəni peşmanlıq da olsa, az balda toplasanız, birinci blok imtahanından artıq sizə bir təcrübə kimi gələcək ki, mən nəyi bilirdim, nəyi bilmirdim. Hansı sual tipini rahat işlədim, hansı sual tipində çətinlik çəkdim. Cədvəl tipli sualları yəqin ki bilirsiniz. Mənim abituriyent vaxtı ən böyük qorxum idi. Çünki baya vaxt alırdı. Mən artıq cədvəl tipli sual görəndə gedirdim tez onu işləməyə çalışdım. Vaxt qoyub elə işləyirdim ki, heç olmasa sabah bir gün imtahanda olanda az vaxtım alsın. Vaxt itkisi imtahanda həqiqətən böyük peşmanlıqdır. Çalışın ki, o vaxt itkisinin qarşısında bir müddət olsun ala biləsiniz. Və bir çox abituriyent 3-cü qruplardan söhbət gedir təbii ki də. Digər qruplar deyə bilmərəm, çünki mənim 3-cü qrup olmuşam. Durun necə birinci qruplara məsləhət verim. Bu təbii ki də düzgün bir şey deyil. Amma yəni 3-cü qruplardakı çox abituriyenti görmüşdüm ki, sual tipinə daha çox üstünlük verirlər. Sual işləyim, bütün gün test işləyim. Uşaqlar, bu yəni inkişaf edəcəyi sizə, amma həmin o əsəri oxumağın, həmin o mövzunu oxumaqdan daha çox sizə inkişaf edəcək. Azərbaycan dili okey, yəni Azərbaycan dili nə qədər oxuyasan ki, isimlə əşyanın adını bilir. Bu neçə dəfə gedib oxuyum. Bunu əzbər bilirsiniz, bu normaldır. Azərbaycan dilində daha çox sual tipi işləyin, çətin tipli suallar işləyin, qaçmayın Azərbaycan dilindən. Sual, tapın sual işləyin. Günə 50 dənə, 60 dənə, 100 dənə, 120 dənə tapın sual işləyin. Azərbaycanda tək məqsədim bu ola bilər ki, Azərbaycanda sual tiplərinə üstünlük verin, sual tipləri tapın, işləyin, daim özünüzü inkişaf elətdirin. Amma tarix və ədəbiyyata gələndə daha çox tarixdən mövzunu, ədəbiyyatdan da əsərləri, şairin yaradıcılığını oxumağa üstünlük verin. Çünki ədəbiyyatdan o sual gəlib düşməyəcək sizə.
Həmin o şairin yaradıcılığı düşəcək, həmin o əsər düşəcək. Deməli mən bu əsəri əzbər bilirəm. Xronologiyadan elə suallar düşür ki, adam belə qalır ki, görən bu harda olmuşdu? Bu hansı hadisədən sonra olmuşdu? Hansı hadisədən əvvəl olmuşdu? Əsərin əvvəli idi, sonu idi. Belə qalırsan və yaxud da tarixdən elə bir oxşarlıq sualı və yaxud da səbəb-nəticə düşür ki, qalırsan belə ki, bu necə idi? Yəni bunu mən necə yazım? Bu harda idi? Bu hansı ölkədə idi? Onları çox qarışdırır insan. Buna görə də məsləhətim odur ki, tarix və ədəbiyyatdan oturun bütün gün oxuyun. Oxuyun. Yəni bir mövzunu 50 dəfə oxuyun, 60 dəfə oxuyun, amma yenə də oxuyun. O sizə inanın ki, sual tipindən daha çox fayda verəcək. Amma həqiqətən də ikinci blokdan sonra mən peşman olmuşdum ki, kaş birinci bloka hazırlaşanda daha çox əsərlərə və mövzuya üstünlük verərdim. Çünki istər-istəməz əsərlər mövzunu daimi şəkildə oxuyanda o sizin yaddaşınızda qalır, yaddaşınız artıq qazınır da uzun bir müddət yadınızda qalır və daha çox bildiyinizi düşünürsünüz. Psixoloji cəhətdən üstünlük verir sizə. Buna görə də sizə məsləhətim olardı ki, testlərdən daha çox mövzuya üstünlük verin. Tarix və ədəbiyyatdan söhbət gedir. Düzdür, mən bunu demək istəmirəm ki, test işləməyin. Mütləq şəkildə testlərə də üstünlük vermək lazımdır. Çünki nə qədər çox test tipi işləsəz, bir o qədər sizin üçün yaxşıdır. İmtahan, test tipləri qarşınıza çıxanda yadlıq gəlməyəcək. Amma yadınızda saxlayın ki, yəni testlərin demək olar ki, əksəriyyəti eynidir. 50-60% eynidir. Buna görə də daha çox oxumağa üstünlük verin ki, situasiya ən çox bal verəndir. Situasiyada yaza biləsiniz tarixi. Və əsas məsləhətlərindən biri də o olar ki, uşaqlar gecələr dərs oxumayın. Həqiqətən bu sözü dediyim zaman mən topa tüfəngə tutuluram. Ki, ay yox, mən gecələr dərs oxuya bilirəm, gecələr həvəsim olur, səhərlər həvəsim olmur, səhərlər özümü yorğun hiss edirəm. Uşaqlar, gecə dərs oxumağınızın sizə həqiqətən də demək olar ki, 80% faydası olmayacaq. Düzdür, faydası olanlar var, gecələr dərs oxuyub universitetə daxil olanlar, hətta 680 plus toplayanlar da var. Bu normaldır, amma elə insanlar adətən gün ərzində bütün gün yatırlar, beyinləri sakit olur, təmiz olur, gecələr artıq qalxıb dərslərini oxuyurlar. Amma bu %80% sizin sadəcə özünüzə ziyandır. Sadəcə imtahan dönəmində deyil, imtahandan sonraki vaxtınızda düşünün. Mən də abituriyent vaxtı gecələr dərs oxuyurdum, səhərə qədər dərs oxuduğum olurdu. İnanın mənə, imtahandan sonra mən onun həqiqətən də ağrısını çəkdim. Bir müddət mən yuxu rejimimi düzəldə bilmədim. Psixoloji cəhətdən beyində problem yaranır, sinirlər oyaq olur, yuxu rejimi düzələ bilmir, psixoloji cəhətdən baskı olur insanda. Yəni siz çalışın ki, imtahandan sonraki özünüzə düşünəsiniz. Tək imtahan deyil, tək bal deyil. Sizin sağlamlığınız dönəmində. Həqiqətən uşaqlar, bir müddət sizə çətin gələcək, bir müddət səhərlər oyna bilməyəcəksiniz, gecəni yata bilməyəcəksiniz. Bu sizə çətin gələcək. Amma həqiqətən də çox yaxşı bir şeydir. Səhər tezdən oyanın, saat 5-6 arası mükəmməl bir vaxtdır. Düzdür, şirin yuxunun ən mükəmməl saatidir. Yuxulanan hissiyatda o vaxt da görülür deyə. İnsan şirin yuxuda olur, ayılmağa biraz çətindir. Bir gün, 2 gün sizə çətin gələcək. 4 gün, 5 gün davada elədiyiniz vaxtda artıq ard-arda oyandığınız üçün sizə rahat gələcək. Bir aylıq müddət, yəni bir ay səhər saat 5-də oyanın, inanın mənə, bir aydan sonra 2 aylıq müddət var. O qədər sıxılacaqsınız, o qədər bezəcəksiniz ki, dərslərinizə qayıtmaq istəyəcəksiniz, yenidən oxumaq istəyəcəksiniz, yenidən abituriyent olmaq istəyəcəksiniz. Həqiqətən də bunların hamısını istəyəcəksiniz. O qədər bekar olacaqsınız ki, bütün gün. Kinolarınıza baxarsınız, bütün gün videoya baxarsınız, kitablarınızı oxuyarsınız, istirahət eləyərsiniz. Bir ay müddətdir. Bu bir ay müddəti oxuyun, sonra istədiyinizi eləyin. Şagirdlər məsləhət deyir ki, dərs oxumağa həvəsim yoxdur, necə oxuyum? Dərs oxumağa həvəsim yoxdur, necə oxuyum? Uşaqlar 25-5 texnikasıyla mən işləyirdim, Pomodoro texnikası. 25 dəqiqə dərs edirdim, 5 dəqiqə istirahət edirdim. 25 dəqiqə bir dərs edirdim, 5 dəqiqə istirahət edirdim. O 5 dəqiqəndə nə edirdim? Heyday oynayırdım. İndi gələk əsas məsələyə uşaqlar, bir aylıq müddətiniz qalıb. Yəni bu bir ayı əlinizdən gələn artığını eləyin. Çalışın ki, ən azından ikinci imtahanda ən azı 20 bal, 10 bal artırasınız. Bu demək deyil ki, mütləq artırmalısınız. Dünyanın sonu deyil. Nə qədər bal toplamısınızsa, istədiyiniz ixtisasları indidən araşdırın, biraz özünüzdə həvəs yaradın. Universitet düzdür, hər şey deyil. Amma ki, yəni bugünkü gün təhsil almaq üçün, gələcəkdə bir iş sahibi olmaq üçün universitet birinci yerdə gəlir, birinci mövqedə gəlir. Özünüzü öldürəsi dərəcədə dərs oxumayın. Sağlamlığınızı düşünün. Çünki əsas bu imtahanlar deyil, imtahanların sonrası da var. Həqiqətən uşaqlar, bir müddət çətinliyiniz olacaq. Bu bir ay ərzində bezəcəksiniz, ağlayacaqsınız, pis olacaqsınız. İstər ətraf mühitdən, istər sinif yoldaşlarınızdan, istər valideynlərinizdən sözlər gələcək ki, yığa bilmədin, ikincidə yığa bilməyəcəksən, nə edirsən ikinci getmək, bu tip sözləri atın beyninizdən. Həqiqətən atın. Və ikinci blok çətin olacaq deyəcəklər. Yəni şəxsən mən deyim, düzdür bizdə mənim ətrafımda olan uşaqlardan ikinci blokda artıran demək olar ki, az adam vardı. 2-3 nəfər vardı ki, artırmışdı 20 bal, 30 bal. Onlardan biri də mən idim. Amma əksəriyyət azaltmışdı. Çünki o psixologiya ilə getmişlər ki, ikinci blok çətin olacaq. Mən əvvəllər dedim ki, rahat olacaq. Mənə görə ikinci bloku çox rahat eləyəcəklər. Birinci blokda belə çətin suallar olmuşdu. İkinci blok imtahanı məncə rahat olacaq. Çətin belə olsa mən onu yazdım. Çünki
psixoloji cəhətdən evrənə müsbət enerji göndərin ki, o da sizə müsbət enerji göndərsin. Şuuraltınızı müsbət düşüncələrlə doldurun, müsbət şeylərlə doldurun ki, həqiqətən də elə də olur. Şuuraltı beynin bir hissəsidir və həyatınızı necə düzənə qoyulacağı şuuraltı ilə təsdiqlənir. Ona görə də məsləhətim olar ki, ən əsası öz düşüncələrinizi müsbət qurun. Mənfilikdən qaçının, biraz polyan olun, biraz optimist olun. Pessimist düşüncələrə az fikirləşin bu imtahan sürəcində, imtahan vaxtında. Əksər abituriyent bəlkə də mükəmməl bilir, bəlkə də 700 ballıq potensialı var, amma o mənfi düşüncələrə görə gəlir 500-400 bal toplayır. Düzdür, az bir bal deyil. İnsan, yəni elə insan var ki, onun potensialı o qədərdir, 400 bal gedir 400 bal toplayır. Elə insanlar həqiqətən də alqışa tutulası insanlar ki, əlindən gələnin artığını eləyir. Bəlkə də potensialınız o qədərdir, bəlkə də potensialınız ondan artıqdır. Öz potensialınızın fərqində olun. Mən nə qədər bal toplaya bilərəm? Mənim nə qədər potensialım var? Nə qədər oxuya bilərəm? İmtahandan sonra deməyin ki, oxusaydım əslində yazardım. Oxuyun indi ki, o imtahandan sonra o sözü deməyin. Potensialınızın fərqinə varın. Nə qədər bal toplaya biləcəyinizi düşünün və o üzrə də hərəkət edin. Şey yaxşı olacaq. Heç bir şəkildə mənfi düşüncələrə qapılmayın. Nəyə qadir olduğunuzu dərk edin və o şəkildə hərəkət edin. Belə uşaqlar, bugünkü videomuz bu qədər. Növbəti videoların nə tip olmasını istəyirsinizsə, buyurun yorumlarda yaza bilərsiniz. Növbəti videolarda görüşənədək. Sağ olun.